Azərbaycan Prezidenti İlham Əliyev İran Prezidenti Məsud Pezeşkiyanı qarşıladı. Mən Türkəm, mən Azərbaycanda dünyaya gəlmişəm, atam da Türkdür, anam da Türkdür və bu işi Türkəm, iftixar edirəm. Bütün vücudumuzla Azərbaycandakı bacı qardaşlarımıza sevgi bəsləyirik, onları sevirik və onları özümüzdən hesab edirik. Uçaydım bu çırpından yelinə, bağlaşaydım dağdan aşan selinə, ağlaşaydım uzaq düşən elinə, bir görəydim ayrılığı kim saldı. Ölkəmizdən kim qırıldı, kim qaldı? Mən sənin tək dağa saldım nəfəsi, sən də qaytar göylərə sal bu səsi. Bayquşun da dar olmasın qəfəsi, burada bir şer darda qalıb bağırır, mürvətsiz insanları çağırır. Sağ olun. Heydər baba, kəndin günü batanda, uşaqların şamını yiyib yatanda, ay bulutdan çıxıb qaş göz atanda, bizdən də bir mümkün olsa yad elə, açılmayan ürəkləri şad elə. Qarı nənə gecə nağıl deyəndə, küləş qalxıb qappacanı döyəndə, qut keçinin şəngilisini yiyəndə, mən gəlib bir də uşaq olaydım. Bir gül açıb ondan sonra solaydım, əmməcanın bal bəlləsini yiyərdim, sondan durub üstonumu giyərdim, bağçalarda trincəni deyərdim. Ay özümü əzdirən günlər, ağaç minib, at gəzdirən günlər. Tədələt bəxat mütünəm, mənət bəxunəm. Nə qədər istəsəm mən oxuya bilərəm şeir. Təşəkkür edirik cənab prezident. Təbii ki, biz sizlə daha uzun müddət danışmaq istəyərik, lakin bilirik ki, vaxtınız qısıtlıdır. Bu vaxtı ayırdığınız üçün bir daha sizə minnətdarıq. ما خیلی دوست داشتیم با شما بیشتر صحبت بکنیم ولی میدونیم که شما مشغلتون زیاده. به خاطر این وقتی که در اختیار ما گذاشتیم بسیار سپاسگزاریم. Sağ olasınız, yaşayasınız, selamat.